Bir dəfə həyat yoldaşı ilə bu məsələlər var, bilirsiniz gəlin ki, deyir, atam nə var, dedim, üzr istə. Üzr istə, o xanım gedib fikirləşəcək ki, ilahi, mən belə adam, bu məndən üzr istədi. Bu ne yaxşı adamdır. Bu şeylər var da, bu qadını məğlub eləməyin yolları var. Sən dağlı ilə onu eləyə bilməyəcəksin. Gəlmir. İlk əvvəllər məsələni deyəndə və ona deyirdim, uyarlı demirdi. Təcrübəsizlik var idi. İndi həm cəsarətlidir, həm də uyarlı deyir və cəmiyyət də onu çox sevir. O zaman kəramət düyünün içindəki ağ daşdı yoxsa qara daşdı sizcə? Qaradaşdı. Bütün hallarda qaradaşdı. Qaradaşdı. Çünki kəramətin ürəyi çox çöldədir. Bunda siyasət yoxdur. Özü o bir yaxınlarda bir status yazmışdı. Buna soruşublar ki, sən nədən yarandın da, necə? Deyir, mən atamın çöldə deyə bilmədiyi, evdə dediyi etirazlarından yarandım.